Adam deyir ki, mən qayıtmayacağam. Bəlkə də qayıdacaq. Bilmirəm indi İqbal həmin o bizim ümidlərimizi, daha doğrusu bizim də yox, Qurban Qurbanovun ümidlərini doğrulda biləcək yoxsa yox. Bu il Azərbaycan çempionatında kifayət qədər xarici mütəxəssisləri də gördük. Dönüb olub Türkiyə çempionatı, Türkiyə Super Liqası, Azərbaycan çempionatı. Ancaq özlərinin açıqladığı səbəb bu idi, maliyyə şərtləri. Yəni bəyənmir. Deyib ki, daha doğrusu bu futbolçular neftçilik futbolçular deyil. Zirə də Rüfət Abdullazadəni gətirdi. Hayf Rüfət, hayf. Şaxta baba, şaxtacan. Hardasan bu vaxtacan? Bu vaxtda şaxta baba qalar. Ancaq qarqız burdadır. Xoş gördük Aytaç. Yeni ildə hər vaxtın xeyir olsun. Hər vaxtın xeyir olsun. Necəsən? Mən yaxşı, sən? Yaxşıyam, çox sağ ol. İstərdim söhbəti çox uzatmadan, hazırda ən aktual mövzumuz olan transferlərlə söhbətimizə başlayaq. Bu dəqiqə hamının gözü yolda, qulağı da səsdədir. Gözləyir görəsən hansı klubumuz, hansı gün, hansı transfer xəbəri ilə gündəmi zəbt eləyəcək. Deyəsən səndə yeni xəbərlər var. Xəbər çoxdur. Məncə bu dəqiqə diqqətlər yönəlib hara? Qarabağa. Qarabağ artıq başlayıb. Demək olar ki, klublarımızın əksəriyyəti transferlərə başlayıblar, start veriblər. Necə bəziləri transfer eləməsələr də belə danışıq apardıqları oyunçular var. Misal üçün Qarabağ. Kim gəlir bura? Pakistanlı, Pakistan milli komandasının mərkəz müdafiəçisi İqbal Abdullah. Yox, bu Azərbaycanlı İqbal deyil, Pakistanlıdır dedim axı. 23 yaşı var, Danimarkada anadan olub, Melbö klubunda oynayır. Qarabağ danışıq aparır. Transfer marketdə dəyəri 2 milyondur. Açığı mən İqbalın oyununu görməmişəm, nə yalan deyim. Pakistan milli komandasının oyuna baxmamışam. Heç Melböndə oyunlarını izləməmişəm. Cəmaət İspaniya, İtaliya, Almaniya Bundesliqasını istəyir də, yəni İsveç çempionatını tək-tük adam izləyər. İsveç çempionatında oynayır. Biz açıq desəm, Rəşad Sadıqov gedəndən sonra Qarabağda mərkəz müdafiəçisi ilə bağlı müəyyən problemlər var. Niyə problemlər? Əslində müəyyən dövrlərdə bəzi futbolçular oynayıblar, heç də pis təsir bağışlamayıblar. Ancaq stabillik çatmır həmin o mərkəz müdafiəçilərində. Rəşad Sadıqov necə idi? Qarabağda, meydanda Qurban Qurbanovun köməkçisi idi elə bil. Məşqçi idi. O oynadırdı komandanı. Bizə belə bir futbolçu, mərkəz müdafiəçisi lazımdır. Bilmirəm indi İqbal həmin o bizim ümidlərimizi, daha doğrusu bizim də yox, Qurban Qurbanovun ümidlərini doğrulda biləcək yoxsa yox, bunu zaman göstərəcək. Ancaq bir məsələ var. Səncə hazırda Qarabağa mərkəz müdafiəçisi hücumçudan daha çox lazımdır? Yox, Qarabağ təkcə mərkəz müdafiəçisinə danışıq aparmır ki, Qarabağın heyətinə qatmaq istədiyi bildiyim qədər 3 mövqeyə dedilər ki, Qarabağ transfer eləməlidir. Onlardan biri mərkəz hücumçusudur, biri mərkəz müdafiəçisidir, biri də dedilər sol cinah vingeri deyəsən axtarırlar. Ancaq bütün bunlara mənə elə gəlir ki, Qurban Qurbanov bu yaxınlarda aydınlıq gələcək. Ayın 9-u səhv eləmirəmsə mətbuat konfransı olmalıdır Qarabağın. Eyni zamanda deməli məşqin də ilk 15 dəqiqəsi mətbuat media nümayəndələri üçün açıq olmalıdır. Yəni orada mənə elə gəlir ki, lap dəqiqliklə Qurban müəllim deyəcək. Danışıq apardığı futbolçular çoxdur. Ancaq kimləri gətirə biləcəklər, bunu zaman göstərəcək. Razıyam səninlə ki, yəni təkcə mərkəz müdafiəçisi lazım deyil. Qarabağa biraz heyətə əl gəzdirmək lazımdır. Həm də Qurban müəllim bilirsən də, getmək istəyənlərin sayı çox idi. Təklifləri çox idi. Qurban müəllim axırıncı mətbuat konfransında yumruğun necə stolun üstünə çırpdısa, elə şeylər dedi ki, futbolçular kör olublar, dedi. Mən biraz loru dildə desəm, dedi kör olublar. Pul gözlərini tutub, dəvətlər çoxdur. Özü də necə əvvəl deyir, misal üçün biz Juninho-da satmışıq, nə bilim indiyə kimi neçə futbolçunu göndərmişik, yola salmışıq. Ədəb Ərkanla çıxıblar bizə menecerlər, hansısa klubun nümayəndələri müraciət ediblər. Biz də qarşılığında hörmət əlaməti olaraq normal oturub danışmışıq, razılaşmışıq, vermişik, çıxıb gedib. Ancaq indi son vaxtlar hansısa menecerlər, ortalıqda gəzən yəni insanlar çalışırlar ki, ay gəl sənə filan qədər pul verəcəyik, orada belə, bağ belə, bostan belə, hər şey yaxşı olacaq. Sən burada qazandığından 2 qat, 3 qat daha çox qazanacaqsan. Bunlar ancaq söz olaraq qalır. Sən qeyd etdin Qarabağdan getmək istəyənlərlə bağlı. İndi bəzilərinin adlarını biz görürük mətbuatda. Ancaq məlum məsələdir ki, mətbuata çıxmayan, lakin bu iddiada olanlar da var. Bu yaxınlarda Marko Yankoviçin xarici mətbuata bir müsahibəsini oxudum. Orada açıq-aşkar getməsi ilə bağlı siqnal verirdi və mənə elə gəlir ki, bu artıq çox şey deyir. Eşitdirirdi. Ancaq yenə də Qurban müəllimin o sonuncu mətbuat konfransı dediklərindən sonra mən inanmıram ki, bax bu qışda hələ düzdür transfer pəncərəsi açılmayıb, ancaq yenə də mən inanmıram ki, bax bu qışda kimsə Qarabağı tərk eləsin. Dedi, hər şey qalır yaya. Yayda ola
ola bilsin kimlərsə getsin. Elə onlardan biri yəqin ki, Marko Yankoviç olacaq. Bilirsən necədir? Heç kim əvəz olunmaz deyil. Qarabağa indiyə kimi çox futbolçu gəlib, çox futbolçu gedib burdan. Həm də Qarabağın ən çox xoşuma gələn, yəni yanaşması nədir? Gedənin qabağını almırlar. Zaten getmək istəyən sabah burada ürəklə oynamayacaq. Elə getmək istəyirsə, Juninho'nun misalı var idi, təklif falan da dedi. Gecəni yata bilmirəm. Dedi, gördün nələr demişdi Juninho ilə bağlı. Dedi ki, adamın dedi fikri dağda bağda idi. Orada burada. Ay nə bilim Sevilla buradan, Flamengo oradan. Dedi Qurban müəllim dedi ki, mən daha çox Sevilla'ya getmək istəyirdim. Avropada göz qabağı idi zət. Ancaq dedi, Braziliyalı futbolçularda bir Flamengo sevgisi də var da. Hamı istəyər ki, buralara gələndə heç kim tanımırdı onu. Ancaq bu dəqiqə Braziliyada ən azından Flamengo nazarkeşləri izləyirlər onu. Bunlar, yəni arzular, istəklər böyükdür, ancaq gerçəkləşən arzular var. Gerçəkləşməyən arzular var da, hə? Mən də çox şey istəyirəm, Aytaç. Bəyəm hər istədiyimizi ala bilirik ki, elə bilirsən. Yox, hə? Yox. Hə, deməli, yəni sözümü təsdiqləyirdi uşaqlar. Aytaç qol da çəkdi altına. Mən bir şey deyim də, bax, indi Marko Yankoviçdən başqa da, misal üçün, Kohalski söhbəti var idi, yadıma gəlir. Kohalskiyə qiymət qoydular. 7 Amma milyon. Kohalski getməyə çox da niyyətli görünmür. Yo, biraz şuluqluq eləyirdi. Elə bil bir ayağı xəttin kənarına qoymuşdu. Elə bil evdən çıxmışdı, qapı aralı qapının arasında dayanıb, sadəcə o ikinci addımı atmağa ehtiyat eləyirdi ki, birdən nə deyirlər? Həm də müqaviləsi var idi axı. Qarabağda haqlı olaraq 7 milyon bəlkə də azdır. Misal üçün dedilər ki, Borussia Dortmund istəyir. Bir çox komandalardan adı çəkdilər. Benfica, sonra Qarabağla oynayanlardan, Napoli'ndə dedilər, hətta İtaliya mətbuatı yazmışdı. Polşa mətbuatı damma durum yazır deyə oturmurdu bir yerdə, rahatlaşmırdı. Həm də deməli Braziliya nə idi? Polşa millisinə çağırmışdılar Kohalskini. Kohalski milli qapıçısı olmaqla yanaşı daha çox normaldır əslində, hamı inkişaf eləmək istəyir. Ancaq misal üçün bu adını sadaladığım klublar ki almaq istəyirlər, valla yəni onlar üçün 7 milyon bir şey deyil. Məncə onlar bir 10 milyon da xərcləyərlər. Yəni qapıçı özdə qapı elə mövqeyidir ki, orada yəni o pulu xərcləməyə dəyər məncə. Hə, 7 milyon avro. İstəyən gəlsin pulu qoysun stolun üstünə. Ya Allah, götür apar da qardaş sənə kim nə deyir ki? Ancaq ədəb erkanla da yenə də Qurban müəllimin dediklərinə qayıdıram. Gedən olacaq, gələn də olacaq. Bu həmişə belə olub. Heç kim yenə deyirəm əvəz olunmaz deyil. Hətta mən bir şey demək istəyirəm ki, Qarabağ nazarkeşlərinə. Gedənlərlə işiniz olmasın. Biz deyirsən ki, kimsə gedir, təzədən azarkeşlər qayıdırlar ki, Əbdül qayıdıb gəlsəydi yaxşı olar. Tofiq qayıdıb gəlsəydi. Misal üçün mən Loru dildə deyirəm. Kadi gedəndən sonra da bunu çox görürdük. görürdük. Hə. Yəni qayıdıb gələnlər lazım deyil. Baxın bir dənə qayıdıb gələnlərdən kim əvvəlki performansı göstərə bilər? Səncə Kadi göstərmir? Məncə yox. Zədə faktoru da var. Yox, zədələnməmişdən qabaq yadıma gəlir. Qurban Qurbanovu əsəbləşdirib özündən çıxarmışdı. Yəni o son vaxtlar ümumiyyətlə Qurban müəllim nəsə çox emosionallaşıb. Yəni heç belə biz Qurban Qurbanovu belə görməmişdik doğrudan. Qurban Qurbanov sakit, təmkinli, çəkilib dayanırdı bir qıraqda, düzdür. Arada əl-qolla hərəkət eləyərdi, nəyisə bildirməyə, nə bilim tapşırıq verməyə çalışardı, dirijorluq eləyərdi meydan kənarından. Ancaq heç qola sevinməyi də görməmişdik də. Bir dəfə səhv eləmirəmsə Olimpiakosa vurulan qoldan sonra Ramil Şeydayevin vurduğu qoldan sonra sevinmişdi. Ondan sonra mən onu sevinən görməmişəm. Heç sevinməyi bir tərəfə heç olmasa sevinməyin gördüyü Ramil Şeydayevdə. Ancaq emosionallığın o qədər də şahid olmamışdıq axı. Son vaxtlar futbolçular artıq doğrudan özündən çıxarmışdılar Qurban Qurbanovu. O əvvəlki effekti vermirdilər. Misal üçün Qarabağ onsuz da bu çempionatı, ölkə çempionatını tək ayaqdan udur qardaş. Bunlara yəni hətta əvəz edicilərdir. Əvəz edici deyəndə ikinci heyəti ilə Qarabağ gəlib bu günləri danışarıq turnir cədvəlindən də. Ürəyim doludur. Yığılıb qalan 2025-dən yığılıb qalanları bölüşəcəm səninlə. Məsələ burada Ramil Şeydayevin adını çəkdin. Elə Qarabağın sistemindən danışdıq. Sanki Ramil ikinci dəfə qayıdandan sonra, yəni sanki burada artıqdır, özünü doğrulda bilmir. İndi ola bilər ki, bu adaptasiya ilə bağlı da bir məsələdir. Digər tərəfdən də bəlkə yaş faktoru var, bəlkə artıq Ramil Şeydayev əvvəlki deyil, ondan gözləntiləri azaltmaq lazımdır. Ümumiyyətlə onunla bağlı nə düşünürsən, Ramillə bağlı fikirlərin? Mən heç də fikirləşmirəm ki, Ramil o qədər yaşlı deyil. Sadəcə Ramildə o adaptasiya dedin, bax, onunla bağlıdır. Əslində Qarabağda oynayıb, eləyib, bu artıq neçənci qayıdışıdır Qarabağa. Zamanla düzələcək. Qurban Qurbanovun bildiyi bir şey var. Ramil Şeydayevdə o potensial da var. Oynatmaq lazımdır. Neftçidə uzun müddət oynamadı. Bax, onun əziyyətini çəkir. Qurban Qurbanov Ramil Şeydayevi gətirdi. Bax, bu sonuncu gətirişdə. Gətirdi. Görürsən, əvvəl meydana buraxmadı.
biraz vaxta buraxdı. Yavaş-yavaş. Məncə qayıdacaq. Ramil həm də öz üzərində işləyən futbolçudur. Vaxt var idi ki, bilirsən, Neftçidə bir müddət ki oynamadı, alınmadı deyim, nətər oldusa, məşqçi ilə problemlər. hamı elə bir Ramil Şeydayevin üstünə getdi. Ancaq vaxt var idi, gəl açıq danışaq da, vaxt var idi. Hamı deyirdi ki, kaş hamı milli komandada Ramil Şeydayev kimi ürəyin qoysun. Ramil doğrudan, yəni hər kəs 1 eləyəndə Ramil 2 eləyirdi, 3 eləyirdi. Yəni Ramil yenə eləyəcək, nəsə eləməyə çalışacaq. Çünki futbolçularda, bilirsən, yaradıcı insanlarda var. Biraz onların nazı ilə oynamaq lazımdır. Mütləq. Həm də bunlar heç vaxt həmişə çalışırlar ki, yaddan, yəni hiss elətdirsinlər ki, məni yaddan çıxarmayın da, mən buradayam. Ambisiya məsələsidir. Bilirsən, Ramil Şeydayev, inan mənə, mən o şeyi gözləyirəm. Yəni zamanla gözləyirəm. Çempionlar Liqasında kömək eləyə bilmir, çempionatda elə ki oynayır da, hə? Yəni zamanla Ramil Şeydayev hiss elətdirəcək ki, uşaqlar. Yəni mən Ramil Şeydayevəm, mən buradayam. Mən getməmişəm, mən futbolu buraxmamışam. Mən oynayıram hələ. Gəl Neftçi haqqında biraz ətraflı danışaq. Çünki Neftçi də bu dəqiqə diqqət mərkəzindədir. Niyə? Çünki komandaya yeni baş məşqçi gəlib, özü də Yuri Verindub gələndən sonra mən istəyirəm ki, bunu diqqətlə qulaq asasınız. Baxın, Yuri Verindub gəlib Neftçiyə. Yuri Verindub hər komandada işləmir. İddialı klublarda işləyib. Deyirsiniz ki, bir dəfə Şeriflə oldu, getdi, nə bilim, Real Madridi utdu və salamca. Yox. Neftçi Yuri Verindub elə bir vaxta gəlib komandaya ki, orada bu məlum məsələlərə görə müharibə falan filan, oradan kişilər çıxa bilmirdilər. Yaşı 60-a qədər olan kişilər çıxa bilmirdilər. Yəni belə bir vəziyyətdə Yuri Verindubun oradan bura gəlməyi, işləmək həvəsi, özü də keçən dəfə Neftçinin futbolçularından biri ilə maraqlı bir dialoqumuz oldu. Adını demək istəmirəm, çünki hal-hazırda oradadır. Yəni adam dedi ki, mənə məşqçiləri müqayisə elədi. Dedi ki, misal üçün Samir Abbasovun dövründə Samir Abbasov bir ürəyi yumşaq. Nəsə deyirdi, sonra nəsə olurdu, ürəyi yumşalırdı. Samir Abbasov ürəyi yumşaq. Hə, vallahi belə dedi. Yəni futbolçu belə dedi. Deyirəm, yəni özü demirəm də kimdir, tanınmış futbolçulardan biridir. Təxmin elədim. Hə, sonra Qriqorçuk dedi. Qriqorçuk dedi, çox sərt idi. Hətta üzr istəyirəm, yəni hərdən söyə bilərdi. Yəni çox sərt idi, həddindən artıq. Yuri Verindub isə Verindub dedi, gülə-gülə altdan işləyir. Yəni nə edir? Bax, bir tərəfdən misal üçün yeri gələndə sərtlik də eləyir. Deyir, gülür, ancaq sərtlik misal üçün nə? Gələn kimi deyib ki, qardaş, iclasa heç kim gecikməməlidir. Başa düşün, öz tapşırıqlarınıza. Bir tərəfdən də bişim edir futbolçuları. Bizə nə lazımdır? Doğrudan bizə sistem deyirik. Mən nəsə elə bir ki, Yuri Verinduba inanmaq istəyirəm. Bizə həm Yuri Verindub gələndən sonra bax oyunlarla Neftçinin. Neftçi biraz fərqli futbol oynayır. Neftçi ilə bağlı bir xəbərim var. Düzdür, Abubakar da gedə bilər. Abubakarı dedilər. O Braziliya mətbuatının iddiasıydı. Və mən klubdan açıqlama aldım və klubun mətbuat xidmətindən bizə bildirildi ki, hazırda bu mövzu gündəmdə deyil. Braziliya mətbuatı sadəcə atmışdı ortalığa. Amma çox iddialı şəkildə demişdilər. Neftçi də dedi ki, qardaş, komandanın düşərgəsindədir. Abubakarın bizlə müqaviləsi var, bizimdir. Yəni heç hara gedib eləmir. Neftçi ilə bağlı Ukrayna mətbuatı Yuri Verindub gələndən sonra onlar da başlayıblar yazmağa. Əvvəl Topalov dedilər. Şaxtyorun yetirməsin. Sonra ondan bir xəbər çıxmadı. İndi belə bir xəbər çıxıb. Denis Pidgurski, 22 yaşı var. Dayaq yarım müdafiəçisidir. Ruh klubunda oynayır. Deyir, Yuri Verindub onu Krivbasdan tanıyır. Yəni çoxdan tanıyır, onu öz sərəncamında görmək istəyir. Bax, bir xəbər var idi, dedilər ki, Yuri Verindub deyib ki, Kenan Piriçlə, qapıçı ilə Sakonu, yəni bəyənmir. Deyib ki, daha doğrusu bu futbolçular Neftçili futbolçular deyil. Bax, belə bir şey var idi, mətbuatda bilmirəm, rast gəlib sənə, yoxsa yox. Piriçi göndərib Rızanı oynadacaq. Yox, Rıza ilə bağlı yeri gəlmişkən dedilər ki, Rıza ilə bağlı Finlandiyanın Hik klubu onu icarəyə götürmək istəyir. İndi bax, bu təlim məşq toplanışı var ha, qışda. Bax, orada deyəsən Birləşmiş Ərəb Əmirliklərindədir. Əbu-Dabidə, bəli. Bax, orada çox şeyə aydınlıq gələcək. Hətta çoxdan oynamayan futbolçulara belə Yuri Verindub deyib ki, şans verəcəm hamınıza. Yoxlayacaq yenə də. Kim ürəyicə olacaq, onu saxlayacaq. Olmayanları yola salmağa çalışacaqlar. Düz elələri var ki, müqavilələri var. Onlara o necə deyim, müqavilədən əvvəl, yəni xitam vermək biraz baha başa gələ bilər, biraz təzminat ödəmək lazımdır falan filan. Ancaq yenə də Yuri Verindub mənə elə gəlir ki, müəyyən müddətdə, bax qısa bir müddətdə komandanı toparlayacaq və hətta mən bax burada deyirəm onu. Neftçi
ilk 3 yerdən birini tutmasa da mənə elə gəlir ki, Avrokuboklara vəsqə qazana bilər. Mən ancaq nəsə heç elə gəlmir. Nəsə mən çox ümidliyəm bax Verindub gələndən sonra. Mən də yenə deyirəm o Şerifi qoyuram kənara. Mənə o maraqlı deyil. Mən bu dəqiqə mən nəsə bir qığılcım görürəm, Aytaç. Orxan, istərdim bir qədər də digər klublarımızın transferlərindən danışaq, çünki artıq transferi reallaşdıran klublarımız var. Deyin sabahda Umar Ali Rəhmanəliyev yeniliyi var. Əslində bax, məni daha çox narahat eləyən nədir? Sabahın heyətində bəzi futbolçular var ki, hələ də icarə əsasındadılar. Bax, onları sabah artıq başlayıb o addımları atmağa. Dediyin kimi, Umar Ali Rəhmanəliyevi artıq transfer hüququna yiyələndi. Məbləğ də var idi mətbuatda 400 min avro dedilər. Bilmirəm valla indi sabah bunu təsdiqləyəcək yoxsa yox, bir də ki nəyimizə lazımdır. Bizə lazım olan nədir? Sabah heyəti qoruyub saxlamalıdır. Məsəl üçün Boyan Letiçi yola saldılar. Bəli, Boyan Letiç bu arada xüsusilə qeyd etmək istəyərdim ki, sabahda ən çox bəyəndiyim futbolçulardan idi. Adam klubun Murad Musayevin vaxtında çox yaxşı idi. Sonradan elə bilmirəm nə olduğunu. Klub tarixində ən çox oyun keçirən futbolçulardan idi. Həmçinin səhv eləmirəmsə Avrokuboklarda ilk golun da müəllifi olmuşdu. Deyəsən onu səhv eləmirəmsə əgər mən də dəqiq xatırlamıram, amma kifayət qədər sabahda öz sözünü demiş bir futbolçu idi. Mənim də çox xoşuma gəldi. Lakin son dövrlərdə sanki əvvəlki formasında deyildi. O deyəsən o Berezutski deyəsən oynatmadı da onu. Yəni Zədəsi də oldu. Zədəsi də oldu. Zədə faktoru da var idi. Deyəsən Berezutski səhv eləmirəmsə oynatmadı onu. O birdən-birə adam düşdü. Ancaq hansı ki doğrudan yəni çox yaxşı idi da. Yəni doğrudan çox xoşuma gəlirdi. Sabahın niyyətində bəyəndiyim, yəni təknik futbolçulardan biri idi. Bax məsəl Mikelsin deyəsən mövsümün sonunda müqaviləsi bitir sabahla. Səncə saxlayacaq sabah? Hə, yeniləməyə hazırlaşırlar. Sonra Maluda mənim çox xoşuma gəlir. Qəşəngdir də, yəni ki, yəni adam yəni gələndən baxmayaraq ki, elə çox yaxşı yoxdur. Məşğul Maludan oldu da. Qanda candadır, bilirsən. Yəni suya nə idi? Quyuya su tökməklə sulu olmur ya, Aytaç. Doğrudan elədi valla. Yəni bu adamın qanında can, düzdür, hər futbolçunun oğlu, yəni sonradan necə deyim sənə, atası kimi futbol oynamır. Ronaldo'nun oğlu da yəni bilmək olmaz indi hara kimi gedəcək. Ancaq canda var da. Yəni Maldanı əlləşirlər, vuruşurlar bu dəqiqə Sabahın rəhbərliyi. Onu da saxlamağa çalışırlar. Bax bu mənada deyirəm ki, orada icarədə olan futbolçular var. Onları tez bazar həll etmək lazımdır ki, Dambraskas artıq əmin olsun ki, qardaş, bu məndədir. Zirə də Rüfət Abdullazadəni gətirdi. Hayf mən onlar iki həmoğludular. Səbuhi ilə Rüfət. Sumqayıt futbol məktəbini yetirmələridir. İkisi də potensiallı, yəni perspektivli uşaqlardır. Hətta mən sənə deyim ki, Ayxan Abbasovla mən bir dəfə bir ayaqüstü söhbət edirdik Şamaxın oyunundan sonra. Ayxan Abbasov dedi ki, yəni gələcəkdə demək istəmirdi. Yəni milli komandaya çağırmaq fikri var idi. Bilirsən necədir? Ölkə xaricində nə qədər futbolçumuz olsa, qardaş bu nə deməkdir? Gedirsiniz, bir rahatlaşın da, bir yerdə oturun da, bir yerdə oynayın da. Gedir elə 3-4 gündən sonra qayıdıb üstümüzə gəlir. İndi müsahibəsi var, Zirə ilə müqavilə bağlayıb, müqavilə deyəsən icarə əsasında oynayacaqlar. Elə Varajinlə 3 illik müqaviləsi var idi. Nə bilim, orada qalmaq çətindir. Qardaş, çətin nədir? Döz də. Bir bax, o birisi ölkələrin yəni necə futbolçularına bax, gedib necə qalırlar. Bu dəqiqə Özbək biz Manchester City-də oynayır. Biz Xorvatiya çempionatına qala bilmirik. Özü orta klublardan birində. Dinamo Zagrebdə oynamırsan bir şeydir. Qardaş, potensialın var axı sənin. Açın da bu potensialda. Nə vaxt bəs? Ya indi də oynamayıb. Hərdən hamı Nərman. Ancaq belə şeylər də görmək lazımdır, baxmaq lazımdır. Yenə deyirəm, Səbuhi də, Rüfət də ikisi də potensiallı uşaqlardır. Özdə rəqabət də var da. Əmoğlu olsalar da indi bax, hərəsi başqa evlərdən gəlirlər axı. Sumqayıtda oynayırlar da o vaxtda bir yerdə. Sonradan Səbail nə bilim nə ora-bura dağılışdılar, hər bir tərəfdədir. Səbuhi oradadır. Səbuhi Sumqayıtda oynaya milli komandaya dəvət aldı. Səbuhi özdə meydanda can qoyan futbolçulardandır. Yox, elə Rüfət də. Yaxşıdırlar, ikisi də yaxşıdırlar. Bu rəqabət var idi. Demirəm, hərəsi bir evdən əmoğludular. Düz onu hiss eləməmişəm. Ya var, rəqabət nə mənada? Yəni əlbəttə ki, bu rəqabət də inkişafa, yəni kömək eləyirdi. Sadəcə o potensialı burdan çıxıb göstərmək lazımdır kənarda. Və əlinə də şans düşüb. Valla sənin əlinə də şans düşmüşdü, getmişdin. Cəmaət deyir Xorvatiyadan gedim, daha yaxşı çempionatlarda oynayım. Sən təzədən qayıt çıx gəl Azərbaycana ki, iş bilmişəm. Belə olmaz axı mənim qardaşım. Sən mənim balaca qardaşımsan. Mən istəyirəm ki, hamımız yaxşı olaq. Yəni gedəsiz, oynayasınız, bizi daha çox tanısınlar. Sən get ki, məsəl üçün biri getsin, ikisi getsin, bir yol açsın. O birisi uşaqlara da gedin, oynayın xaricdə, özünüzü göstərin. Biz deyək ki, qardaş, məsəl orada Rüfət var, Varajdində. Oynayır da, məsəl üçün, ay milli komandanın baş məşqçisi, sən niyə çağırmırsan onu?
Biz də dilimiz olsun da danışmağa idman cəmiyyətinin jurnalistləri deyirəm, idman jurnalistləri. Səncə indi Rüfət Zirəyə faydalı ola biləcək? Vallahi bilmirəm. Yəni mən artıq bu Rüfət üçün mənə görə karyerasına geriyə atılmış addımdır. Yəni o qədər Zirə bizə necədir? Zirə də ortabab klublardan biridir. Yəni necə deyim sənə? Sadəcə burada nə qədər sən düz deyirsən, burada daha çox göz qabağında olacaqsan, ancaq məncə milli komandaya inanmıram ki, Zirədən çağırılsın. Orxan, sən çox gözəl bir mövzuya toxundun. Futbolçularımızın xaricdə qərar tutmaması hər dövrdə bu bizim üçün aktualdır. Lakin bir futbolçunun adını mən xüsusilə qeyd etmək istəyərdim. Zamiq Əliyev, hansı ki hazırda Ignatiada forma geyinir. Onun da ara sıra problemləri olur. Hətta bu günlərdə ondan müsahibə almışdım, açıqlama almışdım. Yenə deyəsən klubunu dəyişmək istəyir. Artıq bu başqa müzakirə mövzusudur. Lakin ancaq o qayıdıb gəlmək istəmir. Bəli, qayıdıb gəlmək istəmir. Mən ötən ildə ondan həmin açıqlamanı alanda eyni sözü demişdi. İndi də bütün problemlərə rəğmən adam deyir ki, mən qayıtmayacağam. Bəlkə də qayıdacaq. Bu artıq müzakirədir, qeyd etdiyim kimi. Əmələ gəlməyəndən sonra qayıtmaq başqa şeydir. Ancaq cəhd eləyir, qalmaq istəyir, qalacam deyir, fikrim yoxdur deyir, inkişaf eləmək istəyir. Yəni o düşüncə ilə getmək lazımdır. Adam beyninə qoyub Aytaç. Adam beyninə qoyub ki, mən Avropada özümə bir yer eləməliyəm. Eləyə bilməsəm, yoxsa bir bu başqa məsələ. Gördün, bu günləri misal baş məşqçi səni oynatmadı. Gedim Azərbaycanda rahat, nə bilim. Yəni adam deyir ki, hansı problemlə üzləşməyimdən asılı olmayaraq əlimdən gələni eləyəcəm və geri qayıtmaq variantını ən sona qoyur. Bizdə isə əksər futbolçular bəli, gedən kimi ilk üzləşdikləri çətinlikdə geri qayıtmağa meylli olurlar. Bax, mənə də maraqlıdır. İndi Zamiqdən danışarıq. Zamiqin son vaxtlar deyəsən o start heyətinə düşməklə bağlı problemləri var. Məncə onu aradan qaldıra biləcək. Çünki mən hiss edirəm o Zamiqdəki o əzmkarlığı, döyüşkənliyi. Adam beyninə qoyub ki, mən burada qalmalıyam, Avropada özümə yer eləməliyəm. Misal üçün Vüsal İskəndərlini də yaddan çıxarmaq olmaz. O da çalışır. Bax, gəlmir Azərbaycana. Görürsən, oradan Albaniyadan getdi Türkiyə. Orada belə səhv addım atmışdı. Əslində Ignatiada o vaxtda işləri daha yaxşı idi adamın. Bilsən, tramplin rolunu oynamalıdır. Albaniya, olsun Albaniya, Xorvatiya, Bolqariya, Rumıniya, nə bilim, olsun. Amma ancaq olsun. Sabah, aysa olsun. Get də birinci ged ora, ondan sonra baxarıq. Ged orada işlə. Yoxsa ki, bu günləri 3 oyun mənə baş məşqçi oynatmadı. 4 oyun, yox, burada alınmayacaq, mən çıxım gedim. Azərbaycan həmişə var. Qəbələ də yeni transfer elədi. Tanırsanmı futbolçu ilə? Keita haqqında düşüncələrin? Yox, açığı yəni futbolçunu tanımıram, nə yalan deyim. Ancaq bir şey var da, Qəbələnin transferləri həmişə müəyyən bir müddətdən sonra əksəriyyəti özünü doğruldublar. İndiyə kimi o qədər Qəbələnin gətirdiyi futbolçuların necə deyim, Azərbaycan digər klublarındakı performanslarını da görmüşük də. Bax, bir dənə Ruan Renato desəm bəs eləyər. İndiyə kimi çox Qəbələnin ümumiyyətlə bu seleksiya işləri məncə uğurlu olur həmişə. İndi son vaxtlar daha ucuz futbolçular axtarıb tapıb gətirirlər. Məncə bu günləri Qəbələnin bir neçə dəfə Çıxadadzedə bu vaxtda danışıb. Qəbələdə olan futbolçular bu dəqiqə potensialları məncə elə ancaq elə Premyer Liqada qalmaq uğrunda mübarizəyə bəs eləyir. Yəni ondan artığına yoxun. Bu gün Avrokuboklar uğrunda oynaya bilməz Qəbələ. Ona görə əvvəlki transferlərlə indiki transferlər bir qədər fərqlənir. Yəqin qiymət baxımında da daha münasibini götürüb gəlirlər deyənə belə nəticə qənaətə gəlib çıxırıq. Ancaq yenə də mən ümid edirəm ki, hər şey Qəbələ üçün yaxşı olsun. Qəbələ Premyer Liqada qalmağa layiq komandadır. Bilirsən, Qəbələdə ki 2 dəfə Avrokuboklarda qruplarda oynadılar. O vaxt qruplar idi, indi əsas mərhələdir. Oynayıblar. Yəni zaman-zaman bəlkə yenə hər şey elə əvvəlki kimi olacaq, nə bilmiyorlar ki, yəni Allahın işini bilmək olur. Bir vaxtlar heç kim Qəbələdən heç kim gözləmir. Ancaq Qəbələ gəlib 2 dəfə dediyim kimi Qriqorçukun vaxtında, hətta bir ara Qriqorçuku da dedilər, qaytarıb gətirirlər. Mən Çıxadadzeyə inanmıram. Niyə? Nə bilim, bilmirəm niyə. Niyəsin bilsən, məncə Çıxadadzenin həddindən artıq çox elə bil şirdirik deyim, nə deyim, yəni tərifləyirik deyim. Adam olub, harda olub, çempion olub, Azərbaycan çempion olub da, yəni Interdə olmuşdu. O vaxt Interdə olan pul heç kimdə yox idi. Yəni heyət yenə də gəlir, hər şey dayanır maneənin başında. Hər şey əlinin altında idi, hər şey yüksək səviyyədə çempion olub. Görə Çıxadadze ondan sonra nə edib? Getdi Qazaxstana yarımçıq. Gəldi bir ara deyəsən Gürcüstan millisinə düşdü 4 oyunda, sonra oradan da çıxartdılar. Nə bilim, bilsən
bilmirəm də. Məncə yəni ölkədə də məşqçilər var da. Onlarla da sınamaq olar da. Yəni Məşqçilərdən danışmışkən sadəcə alınmadı da. Yəni nə məcburdur. Yəni gedək, biləcək. Başa düşün 1-ci liqada çempion oldular. Sonra bu il Azərbaycan çempionatında kifayət qədər xarici mütəxəssisləri də gördük baş məşqçi postunda. Sumqayıt, Sabah, Neftçi və ən son nəhayətində Araz Naxçıvan Elmar Baxşıyevlə yolları ayırdıqdan sonra o da Ukraynalı mütəxəssisə üz tutdu. Səncə Demçenko Araz Naxçıvanı çətin vəziyyətdən qutara biləcəkmi? Ki çətin vəziyyət deyirəm, əslində o qədər də fəlakət adlandırmaq olmaz hazırki Araz Naxçıvanın durumunu. Ümumiyyətlə necə düşünürsən bu təyinat haqqında? elə özün düzgün vurğuladın ki, yəni fəlakət hesab eləmək olmaz. Fəlakət hesab eləmək olmazsa, nə məcbur idi? Yəni bu qaça-qaçda Demçenkonun bura gətirməyə. Araz Naxçıvanı keçən illəri Elmar Baxşıyev gətirib mükafatçı eləmişdi. Avrokuboklara da o aparmışdı. İndi komanda 3 oyun uduzar, 5 oyun keçən illər alındı. Bu illəri hələ bilmək olmaz da alınacaq, alınmayacaq. Mövsümün ortasındaydı. Mövsümün ortasında nə məcbur idi ki, yenə də klub rəhbərliyinin necə deyirlər, atdığı addıma hörmətlə yanaşıram. Ancaq məncə lazımsız bir qərar idi. Elmar Baxşıyev də gənc perspektivli, yəni məşqçilərimizdən biri idi. O da işləməlidir hardasa. Özdəki nəticə də verirdi da adam. Qəbələdə də nəticə vermişdi. Sonra burada da yəni nəticə verirdi. Yəni məncə Ərdən bizdə elə çatışmayan şey biraz dönüb olub Türkiyə çempionatı, Türkiyə Super Liqası, Azərbaycan çempionatı. Artıq baxış dəyişib. Biz Qarabağa uğuru zaman qazandı. Yəni 2 gün içində qazanmadı. Qarabağa Qurbanova vaxt verdilər, biraz zaman tanıdılar. Adam özünü başladı doğrultmağa və gəldi çıxdı bu günə. Yəni bunun üçün biraz etimad göstərmək lazımdır. İnanmaq lazımdır baş məşqçiyə. Bax Elmar Baxşıyev deyirəm. Olmasın Elmar Baxşıyev deyirsən Demçenko, olsun Demçenko. Onda vaxt ver Demçenkoya. Vaxt verin, biraz gözləyək. Yəni adam gələn kimi ağzından alov çıxardıb qeyri-adi nəsə göstərməyəcək. Hə? Bax demirsən, qardaş olsun Demçenko. Gözləyək mövsümün sonu. Mükafat olmasa belə vaxt ver ona. İnanıb gətirmisən də. Vaxt ver ona, gözləyək bəlkə gələn mövsüm. Məşqçilərə səncədir 3 gündən bir, 5 gündən bir eləmək olmaz da. Ya bu gəldi, biz o bunun getdi, Kəpəz nümunəsini gördük ki, Ölənlər Kəpəz var, necə Əhməd. uçuruma yuvarlandı. Bax Kəpəzin özü. Azər Bağırov işləyirdi. Oturdular gecə ilə nə fikirləşmədilər. Azər Bağırovu gətiriblər komanda pis vəziyyətdə. Komandanı saxladı Premyer Liqada. Dalıcan gecə ilə qərar verdilər, Azər Bağırovu göndərdilər. Sonra kim gəldi, kim gəlmədi, yəni gələn gedən yaman gündədir Kəpəz. Azər Bağırovu yenə məcbur olub qaytardılar. O özü Komanda də həmişə başlayıb elə artıq elənir ki, məni xilaskar belə desək də profilində görürlər və artıq özü də bundan narazıdır ki, mən özümü təsdiq eləmək istəyirəm. Təsdiq eləmək nə mənada? Yəni ki, hər dəfə xilaskar olunda Zamana ehtiyacı var adamın. Adamın zamana ehtiyacı var. Gəlsin, otursun, biraz vaxt verin. Adamlar buna insanlar, qardaşlar, doğmalar, əzizlər, biraz vaxt verin. Adam bir ildən, 2 ildən sonra əgər nəsə eləməsə, razıyam, ondan sonra göndərin, yola salın ki, qardaş, səndə alınmır da. və Azər Bağırovun gedişindən sonra açıqlamada səbəb kimi göstərilirdi maliyyə şərtləri. Mənə çox maraqlı gəlirdi ki, Azər Bağırov onlardan nə istəyib ki? Sonrakı proseslərdə, yəni geri dönüşündən sonra açıqlanan məbləği biz gördük 9000 manat maaş. İndi bizə bir qədər qeyri-adi görünə bilər, ancaq Premyer Liqa klubu üçün düşünürəm ki, normal rəqəmdir, at Azdır deyil, hətta. dəvə deyil, bəli. Azdır. Valla Kəpəz dünya kimi bir klublarına komanda baxsaq, üçün. dünya klublarına baxsaq nə qədər baş məşqçilər orada necə deyim sənə pul qazanırlar. Biz baxan Və nəticə verən məşqçi istəyir. Bəli. Bəli, və nəticə verən məşqçi istəyir bu məbləği. Əgər həqiqətən də Kəpəz rəhbərliyi o maaşa görə göndərmişdisə Azər Bağırovu, artıq deyiləsi söz qalmır. Əslində Aytaz bilirsən, mətbuatda çox şey yazılır. Bilirsən, Ancaq özlərinin açıqladığı səbəb bu idi, maliyyə şərtləri. Valla nə bilim, bilmirsən kimə inanasan açıqda, yəni. Ancaq məncə klub rəhbərliyinin səhvi idi Azər Bağırovu o vaxt göndərmələri. Və bu səhvin cəzasını çəkirlər. Hazırda 3-cü sondan 3-cü pillədə qərarlaşıb Kəpəz. İstərdim turnir cədvəlinə bir nəzər salaq. Baxaq. Növbəti belə desək dövrədə gözləntilərin nələrdir? Səncə kimlər yerini dəyişəcək? Hansı komandalar harda qərarlaşa bilər? İndidən deyirəm ki, çempion yenə Qarabağ olacaq. Mən qoy heç ki başqa klubların azarkeşlərinin xətrinə dəyməsin. Mən bu reallığı deyirəm. Zamanla
şahidi olmuşuq bunun. Qarabağ o qədər yenə deyirəm o qədər belə aşağı pillələrdə olub ki, sonradan toparlanıb çıxıb. Qarabağ bu dəqiqə 3-4 dənə cəbhədə vuruşur. Yəni Avrokuboklar bitsin, sonra gör Qarabağın məharətini. Sözümün canı nədir? Ancaq mən əminəm ki, yəni mövsümün ikinci hissəsi daha dinamik, daha maraqlı alınacaq və ola bilər ki, mövsümün sonunda biz o ilk 3 yerdə fərqli-fərqli komandaları görək. Ola bilər hər şey. Yəni birinci pilləni qoyuram kənara, 2 ilə 3-ü deyirəm. 4-ü də qatıram ora. Niyə? O da Avrokuboklara gedən, yəni əgər kubokun qalibi son pillələrdə qərarlaşan komandalardan biri olmasa, 4-cü pillənin qalibi gedir də Avrokuboklara. O mənada, yəni mən inanıram ki, bu dəfə maraqlı bir mənzərənin şahidi olacağıq. Çünki Avrokuboklar uğrunda mübarizə aparan klubların sayı çoxdur. Məsələn, Sumqayıtın özü gözlənilməz oldu. Saşa İliçin rəhbərliyi altında komandanın bir yaxud etmə stabillik. Torontovuzla Sumqayıtda çatışmayan stabillikdir. Biraz stabillik olsun o komandalarda. Ondan sonra gör, yəni onların nəticələri gör necə olur da, yəni nəticələri. O mənada mən maraqlı bir ikinci dövrə izləyəcəyik, gözləyirəm. Kim yaxşıdır? O daha yəni qabaqda olsun ki, yenə deyirəm, mənim üçün ən maraqlı mövsümün sonunda turnir cədvəlindəki o ilk 3-4 pillədə qərarlaşan komandaların adları deyil. Mənim üçün ən maraqlı bir yaxud dediyim kimi Avrokuboklarda ölkəmizi layiq eləyən komandanın, necə deyim, təmsil edən komandanın daha yaxşı nəticəsidir. Mən daha çox onu istəyirəm. Ona görə də gözləyirəm ki, mənə yəni ki, komandalar əllərindən gələni eləyəcəklər ki, həm aşağı pillələr uğrunda, yəni Premyer Liqada qalma uğrunda komandalarla mübarizə aparacaqlar. Artıq indidən demək olar ki, bəzi komandalar artıq məlumdur kimlər mübarizə aparacaqlar Premyer Liqada qalmaq. Həm də ki, ilk dördlük uğrunda kimlər oynayacaq. Bura misal üçün bax Neftçidir, Sumqayıtdır, Sabahdır, Zirədir, Turantovuzu yaddan çıxarmayaq. Yəni bu komanda Araz Naxçıvan da indi demişin görməmişəm o rəhbərliyi altında. Gəlsin oynatsın komandanı, görək nə etmək istəyir. Ondan sonra yəni saydım bir yerdən neçə komandanı saydım. 4 yer uğrunda gör nə qədər komanda mübarizə aparacaq. O mənada ona görə də ikinci dövrə daha maraqlı olacaq. Bu mənim fikrim. Çox sağ ol Orxan, çox təşəkkür edirəm bu gün vaxt ayırıb gəldiyin üçün, maraqlı söhbət üçün. Mən təşəkkür edirəm. Aytaç həmişəki kimi mənə elə gəlir ki, maraqlı oldu. Bir şey deyim ki, yəni həftədə bir dəfə olur da. Yaddan çıxarma bizə baxmağa. Biz burada sizin baxmağınız üçün danışırıq. Elə deyil. Sağ olun, salamat qalın. Özünüzdən müğayət olun.